Azərbaycan Milli Elmlər Akademiyasında 18 oktyabr Azərbaycan Respublikasının müstəqilliyinin bərpası günü və 29 oktyabr Türkiyə Respublikasının Cümhuriyyət gününə həsr olunmuş Azərbaycan və Türkiyə tarixi əlaqələr yeni qlobal çağırışlar mövzusunda beynəlxalq elmi praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri professor Birol Akgün, Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Qılıç, Millət vəkili Filologiya Elmlər doktoru professor Jalə Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının bir sıra görkəmli şəxsləri iştirak ediblər. Tədbirdə həmçinin Azərbaycanın və Türkiyənin elm, siyasət və ictimaiyyət nümayəndələri, media təmsilçiləri iştirak ediblər. Konfransda iki qardaş ölkə arasında tarixi münasibətlərin inkişafı, strateji tərəfdaşlıq, regional təhlükəsizlik və yeni qlobal çağırışlar kontekstində əməkdaşlığın perspektivləri müzakirə olunub.